Diqqətli olun, artıq icazəniz olmadan telefonunuzdakı məlumatlar götürülə bilər. Əziz izləyicilər, qısa başlığı ilə qarşınızdayım. Bəli, səhv eşitmədiniz, artıq müstəntiq məhkəmə qərarı olmadan telefonlar, kompüterlər və digər elektron cihazlara baxış keçirə biləcək, o cümlədən onların yaddaşındakı məlumatları götürə biləcək. Bu Cinayət Prosessual Məcəlləyə dəyişiklik layihəsində öz əksini tapıb, dəyişiklik layihəsi istintaq üçün vacib sübutların toplanmasını sürətləndirmək məqsədi ilə əsaslandırılır və müstəntiqə daha geniş səlahiyyətlər verilməsini nəzərdə tutur. Salam. Deməli, baxdığınız bu videoda məlumat tam dolğun və düzgün verilmir. Qeyd edilir ki, burada müstəntiq hər kəsin telefonuna belə çıxır ki, istənilən şəxsin telefonu rahat şəkildə girə bilər və onu araşdıra bilər. Xeyr, elə deyil. Siz qanunverici çərçivəsində müəyyən məqamları şəxslərə çatdırmalısınız. Müstəntiq şəxsin barəsində cinayət açılmış şəxsin barəsində axtarış eləyə bilər, onun telefon danışıqlarını və s. çıxarda bilər. İstənilən şəxsin yox. Burada böyük bir dəyişiklik yoxdur. Sadəcə məhkəmənin qərarı olmadan səlahiyyətlər verilir. Bunun nüansı fikir vermək lazım. İnsanları təşvişə salmaq lazım deyil. Qorxu içinə salmaq lazım deyil. Heç bir şəxsin icazəsi olmadan onun telefonuna baxış keçirilə bilməz, müdaxilə edilə bilməz. Bu qanunvericidə birbaşa cinayətdir. Ona görə xahiş edirəm, məlumat verəndə düzgün məlumat verin.